14 noyabr gecəsi Kiyevdə Azərbaycan səfirliyinin ərazisinə İskəndər tipli raketin düşməsi rəsmi Bakıda ciddi narahatlıq yaradıb. Hadisə nəticəsində bina və infrastruktura ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və kəskin etiraz notası təqdim edilib. Amma mənim diqqətimi çəkən məsələ başqadır. Bu artıq ilk belə hadisə deyil və sual yaranır. Diplomatik nümayəndəlik niyə təsadüfən hədəf olur? Yoxsa bu geniş miqyaslı hücumların xaosu fonunda nəzarətin itməsi deməkdir? Üstəlik səfirliyə dəyən ziyan tərəflər arasında münasibətlərin hansı həddə qədər gərginləşə biləcəyini də gündəmə gətirir. Prezident İlham Əliyev və Vladimir Zelenski arasında baş tutan telefon danışığında da məhz bu narahatlıq öz əksini tapıb. Bu hadisə Bakının Kiyevdəki diplomatik varlığının artıq risk zonasına çevrildiyini göstərir. Eyni zamanda Azərbaycan-Ukrayna münasibətlərini daha da yaxınlaşdırır, çünki tərəflər öz aralarında yeni bir siyasi sinxronizasiya qurmağa başlayıblar. Maraqlıdır. Rusiya-Azərbaycan xəttində bu gərginlik nə qədər davam edəcək? Ən əsası, Kiyevdəki səfirlik bundan sonra nə qədər təhlükəsizdir?